Rəqiblər filmində haqqında danışılan Marat kim idi? Gəlin izləyək. Bilirsiniz Maratı necə öldürüblər? O kimdir? Marat da kişi girib vannaya çimirmiş özü üçün. Giriblər içəri, ketk eləyiblər kişini. Burada Maratdan danışan Muxtar Maniyevin obrazıdır. O, müxtəlif tarixi hadisələrdən danışır. Başqa bir səhnədə 1-ci Dünya müharibəsinin başlanğıcından söhbət açır. Burada haqqında danışdığı Marat da tarixi şəxsiyyətdir. Jean-Paul Marat siyasətçi və jurnalist olub. İnsan haqq və hüquqlarının müdafiəçisi kimi tarixdə özünə yer tapıb. Fransız inqilabı dövründə hər zaman radikal və sarsılmaz mövqe tutub. Elə buna görə də əks qütbdə olan jirendenistlərə rəğbət bəsləyən bir adam tərəfindən sui-qəsdə məruz qalır. Hamamda çimdiyi yerdə öldürülür. Maratın ölümü adlı rəsm əsəri isə həmin hadisəni göstərən ən məşhur rəsm əsəridir. Jacques-Louis David tərəfindən çəkilib. Bəs bu filmdə oynayan digər aktyorlarımızdan kimləri xatırladınız?